bizdə Allahdan bir parça var. O ruhdur. Təmizlənmək Allaha yaxınlaşmağın yeganə yoludur. Dəyişiklik məhz insanın özünü tanıması ilə başlanır. İnsan çox gec yetişən meyvədir. Ruhun görməsi bir çox məsələlərdə, xüsusən mənəvi məsələlərdə, mücərrəd məsələlərdə, nəfsani məsələlərdə ağlın görməsindən daha üstündür. Mən məsəl üçün oruç tutanda başa düşdüm ki, sanki oruçda gözümün piyi yeyilir. Qarnımızla oruç tutmağı necə niyyət ediriksə, ey Rəbbim, bugün mən dilimə də sahib çıxmağa sənə söz verirəm. İnsan biraz tənbəldir. İnsan istəyir ki, zahiri ona bir resept verəsən, bunu eləsin, həmən effekt olsun. Mənfi keyfiyyətlərə köklənməliyik. Bax, biz oyuq. Bir ay müsəlmanlar bir terapiya kursuna girirlər. Yəni, insan o vaxt utanır ki, özündən utanır. O vaxt utanır ki, onun ruhu paklanmışdır. Allah bizi görmürmüş kimi yaşamağa adət eləmişik və bu ayda bizi Allah görür kimi yaşamağın təməlini qoya bilərik də, yenidən yeni vərdişlər əldə edə bilərik.